Hamıya salam. Sizinlə əlaqə saxlayırıq Guru Markets. Şirkətin ümumi məlumatlarından başlayaq. Biraz daha hər bir parametri daha ətraflı öyrənəcəyik. Lazım gələrsə fasilə verə bilərsiniz. Tədqiq olunan korporasiyanın bütün göstəricilərini ətraflı öyrənməyi təklif edirik. Biz sizinlə şirkətin cari fəaliyyət göstəricilərini nəzərdən keçirəcəyik. Cathay General Bancorp, ticker, CATY. Bu icmal 19 iyun 2025-ci il tarifinə olan məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifata görə Guru Markets şirkət Cathay General Bancorp alt kateqoriyaya aiddir. Regional Banks təhlildə 139 şirkət iştirak edir ki, bu da çox təmsil edicidir. Videonun sonunda sifarişlər üzrə həll yollarını axtarın. Sözü gedən şirkət üçün nəticə 10 baldan 6,5 bal. Alt kateqoriya üzrə orta bal 2,7 bal. Çox geniş baxsanız, bütövlükdə ABŞ fond bazarı daxilində. Bütövlükdə bazar üzrə orta nəticənin 1,8 bal olduğunu görə bilərik. Şirkət üçün 6,5 reytinginə qarşı Cathay General Bancorp. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Cathay General Bancorp və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görürük. Cathay General Bancorp 22% dinamika nümayiş etdirdi. 19,7% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Təşkilatın bazar kapitallaşması Cathay General Bancorp 3,1 milyard dollar təşkil edir. Və alt kateqoriyanın bazar kapitallaşması 604 milyard dollardır. Şirkətin balans dəyəri 2,86 milyard dollar olaraq qiymətləndirilir. Alt kateqoriyanın balans dəyəri 546 milyard dollardır. Birja səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. Paylaş Cathay General Bancorp alt kateqoriyada isə birjada qiymət 0,498% təşkil edir. Balans dəyərinin kapitallaşması 0,524% təşkil edir. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi yaxşı 1 bal. Şirkətin borcları 0,258 milyard dollar təşkil edir. Borcun balans dəyərinin 9%-ni təşkil edir. Şirkətin borc səviyyəsinin reytingi çox yaxşı 2 bal. Şirkətin qiymət-gəlir nisbəti 10,6-dır. Alt kateqoriya üzrə orta göstərici 13,2-dir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin səhm qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda mənfəət 284 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəətin 346 milyon dollar olacağı gözlənilir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 2,2-dir. Alt kateqoriya üçün orta qiymət 2,1-dir. Alt kateqoriya göstəriciləri ilə müqayisədə şirkətin bazar qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi keçərli 0 bal. Son 12 ayda gəlir 1,380 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir şərti olaraq 1,630 milyon dollar olaraq qiymətləndirilir. Gözlənilən gələcək satış həcmi göstəricisinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada orta hesabla 15,7% olmaqla satış marjası 20,5% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış marjasının qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,291% təşkil edir.
Bu, bazar kapitallaşma payından 71% azdır. Şirkətin bir işçisinə düşən kapitalın məbləği $2.379.000 bərabərdir. Alt kateqoriyada isə $1.388.000 var. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin kapitalının həcminin qiymətləndirilməsi, keçərli 0 bal. Şirkətin bir işçiyə düşən mənfəəti $224.300.000-dır. Alt kateqoriya üzrə orta qiymət $104.900.000-dır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçiyə düşən mənfəətinin qiymətləndirilməsi, yaxşı, 0.5 bal. Şirkətin bir işçiyə düşən satışları $1.092.000'dır. Alt kateqoriya $670.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən gəlir payının qiymətləndirilməsi, yaxşı, 0.5 bal. Qısa müddətli əməliyyatların həcmi 2.1%, alt kateqoriya üzrə orta hesabla 3.3% təşkil edib. Texniki göstərici RASO 14 şirkət üçün %47 səviyyəsini göstərir Çatay General Bancorp. Alt kateqoriya üçün bu səviyyə 49%dir. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən $42.97'dır. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $48.21'dır. Sizin üçün mövcud olan sifarişlər cədvəlinə baxaq, bağlanmış şərhdəki keçid. Sifariş cədvəlində məlumat və arayış sistemi tərəfindən bu mövsüm qəbul edilmiş tamamilə bütün qərarlar var Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Təhlili nəticəsində Çatay General Bancorp. Qiymətləndirmənin məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. $42.96'dan alış ticarəti açın. Sifariş şirkətin kifayət qədər yüksək qiymətə malik olması səbəbindən açılıb. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə metodu, Akimin indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 50.8 səviyyəsində müəyyən edilmişdir. Stop loss 35.12 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 19 iyul 2025-ci il tarixində birja ticarətinin nəticələrinə əsasən avtomatik bağlanır. Və ya göstərilən tarixdən əvvəlki son ticarət günündə. Ticker, CLBK, satış üçün balans əməliyyatı olacaq. Balans sifarişi ilə bağlı video bu kanalda olacaq və ya artıq yayımlanıb. Sifarişlərdən biri bağlandıqda, baza və ya balanslaşdırıcı. İkinci sifariş faktiki qiymətə bağlanır. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün çox sağ olun Guru Markets.